Bu soyuq qış fəslində xəngəl hazırlamamaq olmazdı. Necə hazırladığımı gəlin sizlərlə bölüşüm. Ələnmiş una duz, yumurta ağı, sirkə və soyuq su töküb bərk xəmir yoğurub, üzərini örtüb 1 saat soyuducuya qoyuram. İçini hazırlamaq üçün götürmüşəm çəkilmiş mal əti, bura tökürəm ət maşınından çəkilmiş soğan, çəkilmiş quyruq, doğranılmış keşniş, zövqə görə duz, qara və qırmızı istiot, paprika. Və bura əlavə edirəm 400 ml, yəni 2 stəkan öncədən bişirdiyim sümüklü ətin suyunu, amma soyuq halda. Ət suyu olmasa, eyni miqdarda adi su da tökmək olar. Əti yaxşıca qarışdırırım. Xəmiri 2 hissəyə ayırıb, onları da 45 qramlıq kündələrə bölürəm. Sonra kündələri bir-bir oxlovla açıb, üzərinə ətli içlikdən qoyub, kənarlarını bu qayda ilə büküb, un səpdiyim padnosa yığıram. Hazırladığım xəngəlin bıçaqla kəsdiyim xəmirin xırda hissələrini bir-birinə birləşdirib, onları da xəngəl hazırlayıram. Və bu reseptlə məndə 19 ədəd xəngəl çıxdı. Ocağın üzərinə qoyduğum qazanda qaynayan suya duz töküb qarışdırıram və xəngəlləri bir-bir suya buraxıram, qazanın qapağını yarı açıq formada qoyub 15 dəqiqə bişirirəm. Və xəngəllərimiz artıq hazırdır, onları sudan çıxardıb boş qaba yığıram. Göz haqqınızı halal edin, çox dadlı olur, sizlər də hazırlayın.